Qarşıda tıxac var. 300 metre sonra sol irəli. Nə qəşəng Azərbaycanca danışır, fikir ver. Boş şeydir qardaş. Güya rus dilində danışanda biz başa düşmürük. Nalevo, napravo. Yox da qardaş, can rahatlığıdır. Bəlkə kimsə rusca bilmir. Pul tələsidir qardaş. Səsləndirən üçün də o birisi üçün. Qardaş, niyə belə negativsiniz? Belə soruşmaq olar? Qardaş, pul yox. 3-5 manatla da qabağa düşmək olur. Maşın da dağılır. Hər əlində bir kaprizi var. Biri deyir, apar blokumun ağzında düşür. O birisi deyir ki, az qala apar qaldır mənə otağımda düşür. Xazlar bir tərəfdən, birdir, ikidir bəyəm. Az olsun, saz olsun. Keç komfort maşına. Güvənli bir dənə parkla danış. Maşının da saz olsun, canın da rahat. Bu maşınla kim deyə mənə gözləri atır eləmə. Sənə kim deyir ki bu maşınla? Bəy balası kimi təzə ənkə maşında. Otursun. Nə maşındır ki o? Deyim, misal üçün B-dir. Ona pulum çatmaz mənim. Ay kişi, səndən pul istəyən yoxdur. Gedirsən sənədləri təqdim edirsən Yango Marshall Parka. Hər şey qaydasındadırsa, rahat oturub işləyirsən də. Ayva da rahat 1000-1500 qatdalayıb görsən cibirə. Harda deyir qardaş, apar mənə göstər oranı. 200 metr sonra sağa dön. Bu dəfə də pulsuz gedə bildin.